Salam hörmətli izləyicilərimiz. Vətən müharibəsinin növbəti gününü yaşayırıq. Ölümü öldürmək nə qədər qəribə səslənsə də bu reallıqdır. Söhbət qazilərimizdən gedir. Onlar məhz ölümə qalib gələn şəxslərdir. Amma eyni zamanda da bəlkə də bu sözdə müəyyən qədər, bir qədər mistika, bir qədər epos var. Amma bu həqiqətdir. Onlar həm də canlı şəhidlərdir. Çünki onlar aldıqları travmanı, daşıdıqları yaranı hər gün yaşayırlar və həmin yara heç vaxt qaysaq bağlamır. Studiyamızın qonaqlarına keçid almaq istəyirəm. Elə bugünkü qonaqlarımız da qazilərimizdir. Gizir Kənan Quliyev qazimiz, eyni zamanda Samurat İbrahimov bizim qazimiz. Hər birinizi xoş gördük, salamlayıram sizləri. Və təbii ki, fəxirdir vətən uğrunda döyüşmək, vətən uğrunda mübarizə aparmaq, bu amal uğrunda canını fəda eləmək və qazi olmaq. İlk sualım elə Kənan bəydən başlamaq istəyirəm. İlk sualım sizədir. Müharibə sizin üçün necə başladı? Əvvəla bizi bura dəvət elədiyiniz üçün çox sağ ol deyirəm. Bilirsiniz, müharibə mən həqiqi hərbi qulluqçu olmuşam, rütbəm gizir olubdur. Müharibəni biz çoxdan gözləyirdik. Yəni uzun müddət idi ki, biz gözləyirdik bu anı. Və o an gəlib çatanda da həqiqətən bizim üçün çox qürur verici oldu. Çünki 30 ilə yaxın idi bizim şəhidlərimizin bilirsiniz, çoxları qalmışdı düşmən tapdağı altında da, yəni belə deyək. Çünki onlar Qanı yerdə qalmışdı. Bəli, qanı yerdə qalmışdı. Orada bizim məsəl üçün köhnə dövrdə 92-də, 93-də şəhid olan hansı ki qardaşlarımız var idi. İllərdə onların nəşlərinin yolunu gözləyən ana-atalar var idi. Yəni bizim üçün həqiqətən çox qürur verici bir an oldu ki, o müharibənin başlama anı məhz 27-si həm qürur verici, həm üzücü. Üzücüdür ona görə ki, biz illərlə səngərdə çörək kəsdiyimiz qardaşlarımızı itirdik. Qürur vericidir ona görə ki, biz belə deyək də, 1-ci Qarabağ müharibəsindən üzü bəri olan şəhidlərimizin Xocalı soyqırımının qanını aldıq ermənilərdən. Yəni onları biz öz torpaqlarımızdan dəf elədik. Yəni biz öz torpaqlarımızı, ərazi bütövlüyümüzü bərpa elədik. Qanı qanla yuduq. Bəli, bəli. Yəni qanı qanla yuduq. Bizim üçün çox qürur vericidir. Yəni məhz bunun bizim dövrümüzə düşməyi daha bizim üçün qürur verici oldu. Çünki cənab Ali Baş Komandanımızın da dediyi kimi, sırf mənim dövrümdə yetişən gənclər, yəni aldı Qarabağı. Yəni o sözdə də bir 2000-ci illərdə yeniyetməlik keçənlər, formalaşanlar, həyat addım atan uşaqlar idi orada döyüşənlər. Doğrudur. Qaydacağıq söhbətimizə. Samurat bəy, xoş gördük. İlk növbədə təəssüratlarınızı almaq istəyirəm. Hər il bu müddəti yaşayan zabitlərimizdir, qazilərimizdir, eyni zamanda veteranlardır, şəhid ailələridir. Sanki təkrarən həmən müharibəyə qayıdırlar, yenidən yaşayırlar. Necə bir hissdir, duyğudur? Mən 2020-ci il oktyabr 1-i Laçın hərbi komissarlığından yola düşmüşəm, könüllü olaraq. Amma əslində mənim üçün müharibə 1992-ci ildə mən anadan dünyaya gələndən başlayıbdı. Mən 1992-ci il mayın 6-sında dünyaya gəlmişəm. Özüm Laçın rayonu Ədəşəvi kəndindənəm. Mən dünyaya gələndə atım müharibədə idi. Yəni könüllü olaraq müharibədə döyüşürdü. Qismət elə oldu ki, vaxt gəldi, 30 ildən sonra mənə qismət oldu. Bizim qardaşın dediyi kimi biz nəsillərin qismətinə düşdü. Və könüllü olaraq fikirləşmədən, heç nə baxmadan mən bir Azərbaycanlı olaraq, ikincisi də bir Qarabağlı olaraq mənim bu vəzifə borcumdur. Hər bir Azərbaycanlının vəzifə borcudur, öz torpaqlarının suverenliyini qorumaq. Amma bir Qarabağlı olaraq bu bizə iki qat borcdur. Və Azərbaycan ərazi bütövlüyü uğrunda bu gün də lazım olsa, yenə də
bütöv canımı verməyə hazıram. Yəni oktyabrın 1-i könüllü olaraq Ağcabədidən Ensali Hərbisəyə getdik. Sonra Füzuliyə, Şükürbəyliyə, oradan Cəbrayıla keçdik. İstiqamətində. Cəbrayılın Dostlar bulağına deyilən yer var. Dostlar bulağında Cəbrayıl rayonunda bizim komandirimiz rəhmətli milli qəhrəman Şükür Həmidovdur. Cəbrayılda mən müdafiə mövqelərində olmuşam. Lazımlı, əhəmiyyətli mövqeləri qorumuşuq. Cəbrayıldan Qubadlı istiqamətinə keçmişik. Oktyabrın 19-u artıq belə gecə. Oktyabrın 20-si səhərə yaxın döyüş başladı. Qızğın döyüş başladı. Yəni ümumiyyətcə hər bir döyüş keçirilən yerdə, yəni rahat bir şey olmayıb da, yəni ki, buranı rahat aldıq və yaxud bura. Yəni döyüşdür bu döyüş. Bir söz var, düşməni heç vaxt zəif bilmək lazım deyil. Həfifə almaq olmaz. Hə, həfifə almaq olmaz. Qubadlı rayonun Sultanbəyli kəndində idi. Oktyabrın 20-sində döyüşlər başladı. Mənimlə eyni gündə Laçın Hərbi Komissarlığından, Laçın rayon Şeylanı kəndindən Şəhid Nəcəbova etibar bir yerdə bir avtobusda yola düşmüşdü. Elə oldu ki, eyni mövqedə, Qubadlı istiqamətində, eyni mövqedə yan-yana uzanır döyüş apardıq. Açıq döyüş gedirdi, üzbəüz səngərlə, erməndən döyüş apardıq. Nə qədər məsafəmiz var idi? Tam belə yalançı olaram. Gözə yarı, orta gözlə təqribən. Amma yaxın idi. Çünki onların bir dənə pikaplarını vurdıq. Pikaplar gəldi, pikaplarını vurdıq. Pikapları qaldı orada. Sonra başqa sanitarka gəldi. Onu bizim bir bölük komandirimiz var idi, baş leytenant. Adı, familiyası yadından çıxır. RPG ilə atdı, amma sanitarka zirə hərəkət elədi, yayındı, qaçdı. Amma güclü müqavimət Göstərirdilər. Göstərdilər, amma yenə də ki, ordumuzun yüksək hazırlıq nəticəsində, yəni prezidentimizin güclü siyasəti nəticəsində, yəni ki, bugünkü gündə tarix yaşandı və bugünkü gündə o tarixi biz hər il yad eləyəcəyik. Həm anım günü, həm zəfər günü. Bunlar bizim Azərbaycan Respublikasının tarixindən yazılmış səhifələrdir. Mən deyərdim ki, yeni və ən yeni tariximizin ən parlaq səhifələridir. O tarixin də sərkardarı cənab prezident İlham Əliyevdir. Və artıq illər keçsə, 10 illər keçsə də fərq eləmir. Hər bir şəhidin, hər bir qazinin cənab prezidentimiz tərəfindən verilən medallar var. Bəli. O medalların vəsiqələrinə bir dənə ad soyad var, bir dənə imza var. O da İlham Əliyev. Bu artıq tarixdir. Yəni bizə gördüyünüz bu hər bir medalı cənab prezident tərəfindən təltif olmuşuq. Bu da tarixə qovuşuq. Hər kəsə də nəsib olan bir şey deyil bunları daşımaq. Bu medalların özündə məncə bir çəkisi var, bir ab-havası var, aurası var. Kənan bəyə qayıtmaq istəyirəm. Başladıq, birdən-birə komanda gəldi və irəliləməyə başladıq. Əməliyyat başladı. Həmən əməliyyatda sizin nəzərinizdə nə idi? Düşünürdünüzmü ki, ola bilər ki, bu da aprel döyüşləri kimi bir neçə gün davam eləsin, dayansın və yaxud müəyyən bir istiqamət olar ki, deyək ki, biz irəliyənməliyik, buranı götürə bilmərik, çətin olar. Nə düşünürdünüz?
Əslində belə deyək, bəli, biz fikirləşdik, onu da fikirləşdik. Çünki biz artıq ayın 27-ci günü səhər-səhər hava işıqlaşana yaxın idi. Biz öz mövqelərimizi gücləndirib oturmuşduq mövqelərimizdə. Çünki düşmənin təxribatını gözləyirdik. Və düşmənin təxribatını gözləyən zaman bizə komanda verildi ki, dabay irəli. İrəli komandası veriləndən sonra biz Füzulidə, Alxanlıdan Qaraxanbəyli istiqamətində hücuma keçməyə başladıq və artıq Qaraxanbəyliyə biz girəndən sonra, orada ab-havanı gördükdən sonra gördük ki, yox, bu artıq belə deyək, bizim düşmənlərimizin sonudur. Çünki biz yenə deyirəm, bu bütün ön xətt boyu artıq biz hər yerdən hücum əməliyyatına başlamışdıq. Yəni burada artıq geri addım söhbəti ola bilməzdi. Yəni mən gördüyüm buydu. Bəli, döyüş ağır oldu, itkilərimiz çox oldu, şəhid qardaşlarımız çox oldu. Amma mən sizə onu da xatırlatmaq istəyirəm ki, var üzdə görünən qəhrəmanlar, var hal-hazırda xidmətdə olan qəhrəmanlar. Yəni xidmətdə bizim olan qəhrəmanlarımız da həddindən artıq çoxdur. Yəni mən onu da vurğulamaq istəyirəm. Hal-hazırda bugünkü gündə xidmətdə olan hərbi hissə komandirlərimiz var, tabor komandirlərimiz var, bölük komandirlərimiz var ki, həqiqətən, çünki onlar bugün xidmətdə olduğu üçün biz onların adını seçə bilmirik, məxfiçiliyi qoruyub saxlayırıq. Artıq biz təxris olunmuşuq, bizdən problem yoxdur. Amma onlar hal-hazırda xidmətdədirlər. Yəni onların da həqiqətən çox əməkləri olub, çox əziyyətləri olubdur. Düzdür, indi yüngül yaralanıb xidmətə qayıdanlarımız da olubdur. Onların içində Qarabağ ordenli, Cənab Prezident tərəfindən verilmiş, Bayraq ordenli bizim, məsəl üçün, zabitlərimiz var ki, bugünkü gündə hal-hazırda xidmətdədirlər. Onların da bu döyüş əməliyyatlarında çox əziyyətləri olub. Mənim bölük komandirim var, İlqar müəllim, yəni o da hal-hazırda xidmətdədir yenə. Onun özündə çox əziyyətlər. Yəni bugünkü gündə bizim burada sizinlə oturub söhbət eləməyimizin, sağ qalmağımızın nümunə yəni bölük komandiridir. Çünki nəyə görə? O veriləcək qərarları düzgün və vaxtında verdiyi üçün bugünkü gündə biz buradayıq. Düzdür, yaralandıq, müəyyən travmalar yaşadıq, amma sağ qaldıq. Yəni itki az verdik. Mən yenə onu vurğulamaq istəyirəm ki, bugünkü günümü bizim artıq bütün dünya qarşısında başımız dikdir. Mən o gün bir yerdə oldum, bir xanım var idi, orada bir şey vurğuladı. Deyir ki, biz Gürcüstanda olanda ermənilər bizə gülürdülər. Gürcüstanda olanda. Amma deyir, bu yaxınlarda biz getmişdik. Başqa bir ölkədə olublar. O ölkədə bir ki, dövlət tərəfindən göndərilmiş nümayəndələr də onlar da professor heyətidir. Artıq biz deyir, ermənilər bizi görəndə başını aşağı salır. Başlarını aşağı salıb gedirdilər ki, uzaqlaşırdılar bizdən. Niyə? Yəni bunun səbəbi bizim bu 44 günlükdə, aprel döyüşlərində yenə deyirəm, 1-ci Qarabağda canından, qanından keçən şəhid qardaşlarımızın sayəsindədir. Onların qanları, canları sayəsindədir. Biz hər birimiz, biz qarışıq, bizim hər birimiz borcluyuq şəhidlərimizə ən birinci və onların övladlarına, ailələrinə, analarına, atalarına və biz bir xalq olaraq indən belə mənə elə gəlir 100 ildə keçsə yenə biz şəhidlərimizi daimi yaşadacağıq qəlblərimizdə. Təbliğ edəcəyik, dünyaya tanıdacağıq. Bəli, yəni yenə deyirəm, biz bugünkü gündə yenə Cənab Ali Baş Komandanımızın əsgəriyik. Allah xalqımıza, millətimizə bir daha müharibə nəsib eləməsin. Amma işdir, işarətdir, sabahlarım nəsə olasa olsa yenə biz əlimizdə silah gedib döyüşməyə hazırıq. Yəni Cənab Ali Baş Komandanımızın bir əsgəri kimi 7-24 biz ola bilər, müəyyən problemlərimiz var. Amma o demək deyil ki, biz gedib orada yəni iştirak eləyə bilmərik, eləyə bilərik. Və bir məqama toxunmaq istəyirəm. Dediniz, məsələn, indi biz də bilirik, amma tamaşaçılarımıza da maraqlıdır. Onun üstündən getmək istəmirəm, altından xətt çəkmək istəyirəm. Dediniz, zabitlərimiz var ki, məsələn, döyüşlərdə olublar,
amma yenə də xidmətdədirlər və yaxud yüngül xəsarət alıblar, hələ ehtiyata buraxılmayıblar, xidmətdədirlər və onların yetişdirdiyi kadrlar var. Deməli, bunlar real döyüş təcrübəsinə sahib olan insanlardır. Hazırki vəziyyətdə də bizim o hərbi qulluqçuları, MAXE heyəti olsun, zabit gizir heyəti olsun, onları da real döyüş təcrübəsi ilə hazırlayırlar, onlarla öz təcrübələrini bölüşdürürlər. İstəyir, nə bilim, silah və texnika cəhətdən olsun, istərsə də taktiki gedişləri və s. onlarla bölüşdürürlər. Bu artıq Azərbaycan üçün müasir hərb tarixində həm də bir real döyüş təcrübəsinə sahib hərbçi kadrlarının yetişdirilməsi deməkdir. Və bir sualım var sizə. Digər qazimizdən də soruşacağım. Təbii ki, o travmalara qayıtmaq çətindir ümumiyyətlə. Xüsusilə şəhid anaları ilə burada müsahibə eləyəndə çətin olur onlara sual vermək. Qazilərimizə də çətindir. Mən başlanğıcda, girişdə əvəz yerə demədim o sözləri. Mən qazilərimizi canlı şəhid hesab edirəm. Çünki qazi hər gün ölür, dirilir. Hər gün o travmanı yaşayır, hər gün o sağlamlığındakı problemi bir dəfə də olsa ən azından yadına düşür. Baxmayaraq ki, psixoloji cəhətdən möhkəm olmağa çalışır, ayaq üstə durmağa çalışır və s. Necə baş verdi? Yaralandığınız nöqtə harda oldu? Mən Füzulinin Qaraxanbəyli kəndində yaralanmışam. Biz 27-sindən hücuma keçdik. Füzulinin Qaraxanbəyli kəndi bilirsiniz. Çox ağır döyüşlər getdi orada. Bəli, orada bizdən əvvəl əfsanəvi tabor eşitmişsiniz yəqin ki, rəhmətli Kapitan Şirinov, Kamilgil artıq daxil olmuşdu ora. Biz də onların arxasınca getdik, dəstək kömək üçün. Qaraxanbəylidə həqiqətən çox qızğın döyüşlər getdi. Çox həddindən artıq ağır döyüşlər getdi. Siz təsəvvürünüzə gətirin ki, Kapitan Şirinov Kamil kimi bölük komandiri, onun kimi cəngavər bir insan. Yəni, mən onun şəhid olmağına inanmırdım. Mən ona artıq o şəhid olandan sonra mən belə özümüzə baxırdım, fikirləşirdim ki, mən yaşamıram. Yəni o şəhiddirsə biz də sağıq. Bəli. Yəni nəyə görə deyirəm? Düzdür, şəhidlik hər insana da nəsib olmur. Şəhidlik hər insana da nəsib olmur. Yəni orada biz yaralandıq, bugünkü gündə sağ qaldıq. Şəhidlik hər insana da nəsib olmur. Amma dediyim odur ki, çox ağır döyüşlər getdi Qaraxanbəyli istiqamətində. Özünüz bilirsiniz, yəqin onu cənab prezidentimiz də vurğulamışdı ki, çünki orada çox ağır düşmənin belə deyim də yerləri var idi. İstehkamları var idi. 30 il daldalanacaqlar qurmuşdular. Çox gücləndirilmiş bir ərazi idi. Yerlər hamısı şumlanmış vəziyyətdə idi. Hərəkət eləyə bilmirdin. Tikanlı məftillər. Bəli. Amma bizim yenə deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugünkü gündə xidmətdə olan qardaşlarımıza Allahdan sağ-salamat pensiya çıxıb evlərinə, ehtiyata bəli, çıxıb evlərinə gəlməyi nəsib eləsin. Yəni, həqiqətən orada çox ağır döyüşlər getdi. Mən ayın 3-ü günü yaralanmışam. Düz 3-ünə kimi bir neçə dəfə yüngül xəsarətlər almışdıq. Yüngül xəsarəti çünki təsəvvürünüzə gətirin ki, elə olurdu ki, 5 dəqiqə ərzində yəni sayı hesabı bilinməyən minabyotlar yağırdı. Ola bilməzdi ki, orada xəsarət alınmasın. Bəli, ola bilməsin ki, orada xəsarət. Ondan əlavə də bölündə əsgərlərimiz, yenə deyirəm, döyüş yoldaşlarımız, döyüş qardaşlar, belə silahdaşlarımız şəhid olduqca elə onların travması özü siz insana psixoloji təsir edir, həqiqətən. Çox pis təsir edir. Yəni, bunlar da var. Yenə deyirəm, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məkanları cənnət olsun, Allah onların ailələrini, övladlarını qorusun. Biz şəhid valideynlərinin qarşısında baş əyirik. Biz onlara yenə deyirəm, ola bilər ki, bəli, bu günlərimiz qazi, amma onların övladları artıq, belə deyim də, haqq dünyasındadır, gözəl bir mövqeydədir və biz onların sayəsində bugünkü gündə buradayıq. Bəli. Mən belə fikirləşirəm. Məncə də. Qələbəmiz ilk növbədə, bəli, Bəli. Samrat bəy, eyni sualı sizə ünvanlayacağam. Mən Qubasının Sultanbəyli kəndində düşmənlə üzbəyiz açıq döyüşdə tam dəqiq atdığı silahlarını bilmirəm. Fagot deyim, teyər deyərəm. Tank əleyhinə idarə olunan raket. Onlara elə bir silah olub. Artıq biz düşmənə böyük zərbələr, güclü zərbələr yetirirdik.
Düşmən Səngərdən raketlə atdılar. Biz də təpədəyik, təpədən uzanıb döyüş aparırıq. Mən uzanmışam, mənim sağımda rəhmətli şəhid Nəcəf Etibar və sair uşaqlar uzanır, döyüş aparırıq. Bir atdılar, iki atdılar. Hər atışda bir dənə biz başımızı əyirdik belə. Başımızı qaldırdıq, salamatçılıqda döyüşümüzə davam edirdik. Artıq üçüncü atışda yenə başımızı elə Səngərdən raket çıxanda başımızı əydik. Mənim yəni başımı əyib özümü belə müdafiə eləməyim üçün eləyib başımı qaldırmam saniyələr keçdi. Mənim üçün də yəni. Nə ağrı, nə partlayış, heç nə hiss eləməmişəm də. Yəni bu Allah Subhanahu taala möcüzələrdir də. Nə ağrı, nə partlayış səsi heç nə hiss eləməmişəm. Başımı qaldırdım ki, rəhmətli də Etibar sağımda yoxdur. Bulanlıq görürəm artıq. Xəbərim yoxdur. Bir dənə gördüm ki, belə buram elə ki sallaşır. Çənəm belə sallaşır. Hələ dərk eləmirəm. Yaralanmısan. Hə, çünki nə partlayış, nə ağrı heç nə hiss eləmədim də. Elə başımı əydim, qaldırdım. Gördüm ki sallaşır. Əlimlə qaytardım, buraxdım. Gördüm sallaşır. Yenə qayıtdı. Yenə dərk elədim ki, yaralanmışam. Bu bir yaralarımdan xəbərim yoxdur. Qəlpəmin biri buradan girib, buradan çıxıb, biri burada, ikisi kürəyimdədir, biri burada ayağımdadır. Bir də bu sifət nahiyəmi dağıdırdı. Sağ qulağım mənim tamamilə işləyir. Sifət nahiyəmi dağıdır, çənəm sallaşır. Hazırki vəziyyətdə də sağ qulağınız tamamilə Hə, eşidir. hal-hazırda sağ qulağım eşidir. Dedim ki, yaralanmışam və şəhid olacam. Həmən dəqiqə kəlmə şəhadət gətirdim ki, şəhidlik şərbətini mən də içim. Amma Allahın mənim üçün ayrı bir Hesabı var. hesabı var. Özümdən gedirdim, özümdən gəlirdim, özümə gedib gəlirdim. Və elə bir ki, kimsə mənə belə əl elədi ki, mən də uzananda avtomatın remeni yəni keçmişdim belə, avtomat da mənlədir. İndi orada sonradan mən uşaqlar deyir ki, vuranda biz elə bir ki, havada uçmuşuq da vallan şeyindən də. Dalğasından. Hə. Demək, məndə də elə avtomatla başladım sürünmə. Həmin moment yəni bilmirəm nə qədər sürünmüşəm, nə qədər getmişəm. Bəlkə də buradan siz olan qədər ölçüdə yəni məsafə. Gördüm gedə bilmirəm. Şaq-şaq remenim vardı. Əlimi belə elədim, şaq-şaq remen açıldı. Elə biraz da gördüm ki, yox da, yəni budur da, yəni burada şəhid olacam. Uzandım üz üstə yenə və burada iki trincimdə uşağın şəkli var idi. Elə ki, getdiyim gün Oktyabr gələndə balaca bir belə şəkil çıxartmışdım ki, evlisiniz siz onda. Ekran qarşısında oturan hər kəsdən. Elə ki, mən döyüşə gələndə ailəli idim və bir qızım var idi. Allah saxlasın. Oktyabr 20-si 2020-ci ildə yaralanmışam və həmən gündə övladımın 1 yaşı idi. Həmən günə yaşı tamam olurdu. Hə, 1 yaş tamam olurdu. Və belə cibimdən şəkili çıxartdım ki, sonuncu dəfə uşağa baxım da belə. Həmən şəkildir. Həmən şəkil. Zəhmət olmasa göstərin o operatorlarımız yaxından çəksin. Sizin qızınızdır. Adı nədir? Elay. Elay. Maşallah. Həmən şəkildir. O döyüşdəki həmən şəkildir cibinizdə. Arkasında da əlimin qanı. Qan izi var. İndiyənə kimi saxlayırsınız. Bu şəklin də addelini bir xatirəsi var sizdə. Şey var. Belə uşağın şəklini əlimdə tutdum ki, sonuncu dəfə uşağa baxım və belə şəkil əlimdə özümdən getdim. Özümdən getdim, özümə gələndə məni götürdülər belə. Yenə deyirəm, bulanlıq görürəm deyənə tam aydın görə bilmirəm də. Necə ki, indi oturub sizi aydın gördüyüm kimi onda görə bilmirəm də. İndi onu şəkil düşdü. Şəkil düşdü əlimdən. Əlimlə işarə elədim ki, şeydir. Da şəkili götürsünlər. Şəkil götürdülər. Götürən qardaş qoyub öz cibinə. Mən də elə bildim, mənim cibimə qoyubdu.
Hə, məni elə ki, təxliyə eləməyə İstəyib ki, şəkil salamat qalsın. çıxardıblar. Hə. Təxliyə eləməyə gəliblər qardaşlar, sağ olsunlar. Və oradan məni çıxartdılar. Bir düşmən də artilleriyadan atır və İri çaplılardan çətinliklə atəş məni açırlar. təxliyə elədilər də. Təxliyə elədilər və bu şəkili həmin məni təxliyə eləyən qardaş sonradan hamısı təsadüfi görüşlərdən nəticələndi ki, o şəkili o götürübdü və skoçlayıbdı, əlimin qanı şəkillə olub deyənə, cırılmasın deyənə, şəkili skoçlayıb, saxlayıb özündə. Elə onun da İctimai televiziyasında çəkiş olmuşdu. O şəkili İctimai televiziyasında gedən verilişdə mənə təqdim eləmişdi. 2021-ci ildə. Sanki bir əmanəti saxlamışdı, qorumuşdu, qaytarmışdı. Hə, elə yəni gətdilər məni hərbi maşın, Satko deyilən maşın var. Hə, orada da ki, indi hərbi xidmətdə olanların hamısı bilir ki, Satkoda adi belə oturanda ki, yol yüksək kələkbətər təpməsi, olanda yırğalanması çoxdur, bəli. Məni də uzatdılar üz üstə belə. Üz üstə uzatdılar. Və maşın tərpənməyə başladı. Qubadlıdır. Yolda indi Şükür cənab prezidentimiz hər yerə, Qarabağın hər yerinə asfalt çəkdir. Ermənilər bilirlər ki, bura onların deyil, ona görə heç bir quruculuq ya işləri görməyiblər. Beton postlar tökürdülər. O da xeyir olmadı. Və maşın, mən artıq üz üstə uzatmışlar məni. Mən artıq və maşında necə qalxıb düşürəmsə, çevrilmişəm artıq və o ana kimi mən ağrı hiss eləmirdim. Amma orada artıq ağrılar çox dəhşət bir ağrılar oldu ki, çənəm qopubdu və elə bir ki, səs yoxdur, nəyildiyim, qan fıskırır belə. Əlimdən belə, necə deyim, yəni... Müvazimətinizi saxlamağa çalışırsınız. Bəli, xilas axtarıram, köməkliyi axtarıram. Onu da Allah Subhanahu taala mənə orada, yəni hər yerdə Allahın mənə göstərdiyi köməkliyi, güc və qüvvət sayəsində bugün buradayım və danışıram. Bəli. Mən belə elədiyim yerdə əlim bir nəfərin ayağına dəydi. Belə süründüm qabağa, 2 nəfərdir belə qoyublar, uzadıblar. Aralarında belə boş yer var. Süründüm elə bir aralarında belə, ikisini də belə qucaqladım, ikisi də şəhiddir. Başımı qoydum soldakı şəhidin çiyninə və ondan gələn bədənin iyi ilə barıtın iyi qarışmışdı bir-birinə. Onu elə belə bir dəfə belə çəkdim burnuma, ondan sonra özümdən getdi. Bir də özümə gələndə artıq maşının arxasını açmışdılar, ambulansın işıqlarını gördüm. O momentdə özümə gəldim. Ona kimi, yəni ona görə deyirəm ki, Allahın güc və qüvvətidir. Orada özümə gəldim, belə yarıya kimi qalxdım, belə əlimi qaldırdım ki, yəni çənə yox ki, hə, mən yəni sağam. Sağam. Artıq ambulansdan məni Füzuli Əhmədbəyli hospitalına gətirəndə məni əməliyyat eləyən həkimlər Azərbaycanlıdırlar, könüllü olaraq Türkiyədən Azərbaycana gəlmişlər. O həkimlər məni Əhmədbəyliyə gətirəndə mənim ürəyim dayanıbdı, məni morqa apardılar. Həkimin yəni mənə yazdıqları, dediklərindən deyirəm. Morqa apardılar, həkim məni ürəyimi 10 dəqiqə, 15 dəqiqə masaj eləyib, ondan sonra ürəyim döyünməyə başlayıb və məni əməliyyata salıblar. Sonra da 3 gün komada olmuşam, haradasa ayın 23-cü, 24-də ayılmışam. Bir növ artıq dünyanızı dəyişmişdiniz, yəni artıq şəhid hesab olunurdunuz. Bəli, mən bayaq dediyim kimi də mən şəhidin şahidiyəm. Eyni Laçın Hərbi Komissarlığından Şəhid Nəcəbov və Etibar. Məndə sağ tərəfdədir qəlb ayaqları. Rəhmətli şəhid də sol tərəfdə idi. Sol tərəfdə. İndi çox güman ki, qabağımıza düşüb qəlpələr belə. O rəhmətli mənim sağımdaydı.
Həqiqətən də dəhşətli mənzərədir və adicə hazırki vəziyyətdə də mən studiyada bu ab-havanı hiss edirəm. Xüsusilə ekran arxasında, kadr arxasında işləyən heyətimizdə siz danışdıqca o tükürpədən ab-havanı, o narahatlığı hiss edirəm onlardasa. Onlar siz danışdıqca onu yaşayırlar. İndi görün bunu real yaşayanda insanda hansı təəssüratlar oyanır. Son olaraq Kənan bəyin də fikirlərini almaq istəyərdik. Baxın, bugün biz qələbəmizi böyük bir fəxarətlə qeyd edirik və qeyd edirik ki, şəhidlərimizin qanı yerdə qalmadı. 30 il müddətində biz elə atəşkəs dövründə də xeyli şəhid verdik və ümumilikdə elə 1-ci Qarabağ müharibəsində 30 minə yaxın şəhidimiz oldu. Ümumilikdə hesablayanda bəlkə də 40 mindən yuxarı şəhidimiz var və 40 mindən yuxarı şəhidimizin qanını yerdə qoymadıq. Gənclərimizə bir ehtiyatda olan Gizir kimi, ordunun mənsubu kimi son sözünüz nə olardı? Gənclərə sözümüz budur ki, torpağı işğaldan azad etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Bəli. İndiki bizim cavan kadrların boynuna, cavan gənclərin boynuna düşən borc odur ki, bugündən belə o Qarabağı qorusunlar, saxlasınlar. Çünki bilirsiniz ki, bizim düşmənimiz elə bir düşməndir ki, hiləgərdir. Bu yaxınlarda gördüyünüzdə, məsəl üçün 4 il bundan qabaq Xankəndində mən Azərbaycanlıyam deyən erməni hansı təxribatı törətdi. Bəli. Yəni atalarımızın bir sözü var, deyir itlə gəz, amma çomağı əlindən yerə qoyma. Doğru. Yəni mən bizim gənclərə bunu tövsiyə eləyə bilərəm ki, birincisi daimi şəhidlərimizin ruhun yaşatsınlar. Bəli. Fərqi yoxdur, Bakıda, rayonlarda şəhidlər xiyabanının daimi ziyarət eləsinlər, təkcə bayramda yox. Hər zaman. Hər zaman ziyarət eləmək lazımdır. İmkan düşdükcə getmək lazımdır. Və hərə öz küçəsindəki şəhid valideynlərin gedib həftədə 10 gündən bir dəfə ziyarət eləsə, elə onların ruhu həqiqətən şad olacaqdır. Bəli. Və ondan əlavə də ki, əsas da o gənclərin boynuna düşən odur ki, biraz savadlı olmalıdırlar, biraz bilikli. Ümumiyyətlə, şərt o deyil ki, hərbi peşəni seçməmisənsə, hərbidən anlayışın olmamalıdır. Bütün bu peşələri, hərbi peşəni, İlkin bilikləri. Bəli, öyrənmək lazımdır ki, yəni gələcəkdə onlar artıq bu torpaqlar onlara əmanətdir. Bəli. Bunu qoruyub saxlamağı bacarsınlar. Necə ki, elə qazimizin dediyi kimi Samrat bəyin adınızda da bir igidliyi var, bir qəhrəmanlığı var. Dediyiniz kimi o həmən əmanəti digər döyüş yoldaşımız qoruyub saxlamışdı və axıra qədər də qorumuşdu, gətirib sizə təhvil vermişdi. Belədir, sözün əsl mənasında mən bizim çox tanınmış ifaçımız və xüsusilə vətənpərvər mahnıları ilə seçilən Şəmistan Əlizamanlını xatırlamaq istəyirəm. Buradan da salamlayırıq, fürsətdən istifadə eləməyin elə şəxsi münasibətimiz də var. Şəmistan bəyin bir mahnısı var, Əskər Vətən Əmanəti. Əskər vətən əmanətidir, vətən də bizim yeni nəsillərə əmanətdir. Ona görə də əmanətimizə mütləq sadiq çıxmalıyıq, onu qorumalıyıq, onu dirçətməliyik və heç vaxt bu fədakarlıq göstərən şəxslərin zəhmətlərini unutmamalıyıq. İlk növbədə şəhidlərimizin, ikinci növbədə qazilərimizin və veteranlarımızın. Hələlik müharibənin növbəti günündə görüşərik.